Salam, hörmətli müdavimlər, dəyərli müəllimlər. Bu video izahda keçən il 14 iyun tarixində Təhsil Nazirliyi tərəfindən keçirilmiş sertifikasiya sınaq imtahanının suallarının izahına baxacağıq. Qeyd edeyim ki, 1-dən 50-yə qədər ingilis dili suallarıdır, 51-dən 60-a qədər isə kurikulum suallarına baxacağıq. Burada həm sualların izahına baxacağıq, həmçinin hansı mövzuya uyğun orada suallar varsa, həmin mövzuları üzərindən keçib təkrarlayacağıq. Gəlin bir yerdə cavabları tapmağa çalışaq. Hansı fikir yanlışdır? Səhv cavab axtarmalıyıq. Gəlin bəndləri bir-bir təhlil edək. A-da yazılıb ki, müəllim səmərəli təlim mühiti formalaşdırmaq üçün şagirdlərini tanımalıdır. Onlar haqqında bütün əhəmiyyətli məlumatlara malik olmalıdır. Yəni, mən mühiti düzgün qurmaq istəyirəmsə, gərək öz şagirdlərimi tanımalıyam ki, mühitimi qurum. Bu müsbət fikirdir. Yəni, bu doğrudur. Biz götürmürük. Çünki bizə yanlış cavab lazımdır. B-yə baxırıq. Şagird yönümlü təlimin səmərəli olması üçün müəllim sinifdə öz fəaliyyətlərini fasilitasiya üzərində qurmalıdır. Yəni, fasilitasiya istiqamətləndirmə, yol göstərmə, bələdçilik eləməlidir. Şagird yönümlü təlimdir. Bu da doğrudur. Bizə yanlış cavab lazımdır. C-yə baxırıq. Dərs prosesinə aid olan bütün fəaliyyətlər bir-biri ilə əlaqəli olmalıdır. Öyrənmə fəaliyyəti, yəni biz dərsdə hansı fəaliyyətlər görəcəyiksə, bunlar təlim nəticələrinə, qiymətləndirmə meyarlarına uyğun olmalıdır, onlara yönəlməlidir. Ümumiyyətlə, dərsə hansı fəaliyyət görürüksə görək, nəticəyə çatmaq üçün eləyirik. Bu da doğrudur, götürmürük cavabı. D-yə baxırıq. Hər bölmənin sonunda, baxın, hər bölmənin sonunda mütləq layihə işi işləmək lazımdır ki, şagirdlərdə həyati bacarıqlar formalaşsın. Təbii ki, bu yanlış fikirdir. Harada yazılıb ki, hər bölmənin sonunda biz layihə işi işləməliyik ki, şagirdlərdə həyati bacarıqlar formalaşsın. Təbii ki, bu yanlış fikirdir. Elə cavabımız oldu D variantı. Bizdən də şərtdə yanlışı soruşduğu üçün cavabı D götürəcəyik. Y-yə də baxaq. Müşahidə zamanı şagirdin bədən dilinin oxunması, onun emosional vəziyyətini, həmçinin təlim nəticələrinə çatıb-çatmaması ilə bağlı informasiyanı anlamağa kömək edir. Yəni, bədən dili ola bilər uşaq Yəni, bədən dili o deməkdir ki, ola bilər uşaq qaşqabaqlıdır, əhvallı yoxdur, yəni emosional vəziyyəti fərqlidir və ola bilər şagird niyə belə bir vəziyyət alıb, ola bilər nəticəsi aşağıdır, az bal toplayıb və yaxud nəyisə öyrənə bilməyib. Mən onun bədən dilinə elə bil ki, baxanda başa düşə bilirəm ki, nəticə əldə eləməyib və yaxud da gözləri misal üçün parıldayır, görürəm ki, çox məmnundur, bilirəm ki, artıq onun emosiyalarından, emosional vəziyyətindən, jestindən, mimikasından anlayıram ki, yüksək nəticə əldə edib, hamısını yaza bilib və s. Yəni, müşahidə eləyəndə bunu izləmək mümkündür, bunu anlamaq mümkündür. Bu da düzdür, amma götürmürük, çünki bizdən yanlış cavabı soruşurdular. 52-yə baxırıq. 51-də düzgün cavab oldu D variantı. İndi baxırıq 52-ci suala. Şagirdlərdən birinin ailəsində problem olduğundan təlim nailiyyətləri aşağı düşmüşdür. Başqa şagird bu problemi öyrənir, sinifdə gəlib hamıya danışır. Şagirdin problemini öyrənir, gəlib bütün sinifin yanında danışır. Sinif yoldaşının bundan xoşu gəlmədiyini görsə də fikir vermir. Yenə öz ampulasındadır da bu şagird. Bu hərəkət sinifdə şagirdlər arasında problem yaradır. Bu situasiyanı düzəltmək üçün müəllimin atacağı hansı addım daha səmərəli olar? Yəni, mən nə edeyim ki, vəziyyəti daha yaxşı olsun, vəziyyət düzəlsin, yəni. Gəlin addım ataq. Müəllim valideyn iclası çağırmalı və şagirdin davranışını müzakirə etməlidir, çünki valideyn öz övladına daha çox təsir edə bilər. Yəni, valideyn iclası çağırmışam, bütün valideynlərin ortasında həmin valideynə övladının sinifdə sərgilədiyi davranışı deyirəm, əslində bu olmaz. Yəni, valideyn iclasında konfidensiallıq gözlənilməlidir, gizlilik qorunmalıdır və s. Yəni ki, şagird arasında problem yaranırsa, mən valideyn iclası niyə keçirməliyəm? A səhvdir. Yəni, A variantı şərtdə olan situasiyanın həll yolu deyil. Bizə deyək ki, hansı addımı atsaq səmərəli olar? B-yə baxırıq. Müəllim şagirdi öz aralarında apardığı yersiz söhbətlərə görə cəzalandırmalıdır. Onlar öz davranışlarını korrekt etsin, yəni düzəltsinlər. Həmin şagirdlərə cəza verirəm, cəzalandıram, ayıb olsun sizə ki, siz situasiyanı düzəldəcəksiniz vəziyyəti. Təbii ki, uşaqlar düzəltməyəcəklər. Vəziyyət olduğu kimi də qalacaq. Müəllim şagirdlə görüş keçirməli.
şagirdin fəaliyyətini refleksiya etməli, sinifdə dəyərləri inkişaf etdirməlidir. Bəli, sinifdə əslində dəyərlər olsaydı, uşaqlar bir-birinə hörmət etsəydi, belə bir hal olmazdı. Yəni uşaq şagirdlərdən biri digərinin hər hansı bir xüsusiyyətini öyrənib, gəlib sinifdə bütün şagirdlərin içində, yəni açıb deməzdi. Deməli, sinifdə nə etmək lazımdır? Vəziyyəti düzəltmək üçün dəyərləri aşılamaq lazımdır. Şagirdlə görüş keçirmək lazımdır ki, niyə belə bir şey eləyib və s. Yəni düzgün cavabımız oldu C variantı. Yəni sinifdə dəyərlər aşılasaq belə bir hallar olmayacaq. Gəlin digər variantlara da baxaq. Müəllim şagirdin bu hərəkətini görən kimi yerindəcə onu danlamalıdır. Başqalarına nümunə olsun. Bu da səhv fikirdir. Yəni bir şagirdin mənfi xüsusiyyətini bütün şagirdlərə deyirəm. Baxın, uşaqlar görün Nigar nə edib dərs prosesində və s. Bu əksinə daha çox aqressiya yaradacaq sinifdə. Bu səhvdir. Yəni bu vəziyyəti düzəltməyəcək, əksinə olacaq. Müəllim sinifdə şagirdlər arasında münasibət düzəltmək üçün bir müddət avtoritar yanaşma. Avtoritar əvvəlki ənənəvi rejimdir. Qışqırmaq, hədə-qorxu gəlməkdir. Yəni qışqırıb hədə-qorxu gəlməklə vəziyyəti düzəltmək olmur. Düzgün cavabımız oldu 52-də C variantı. Baxırıq 53-cü suala. Müəllim yeni bölmənin tədrisinə keçməzdən əvvəl, baxın əvvəl sözünü işarə elədim. Bölmə üzrə şagirdlərin təlim ehtiyaclarını müəyyənləşdirmək üçün sual-cavab edir. Bu proses müəllimə tədrisi effektiv planlaşdırmağa, yəni işimi planlaşdırmağıma kömək edəcək. Hansı fikir doğrudur? Variantlara baxmadan bu hansı qiymətləndirmədir? Bölmənin əvvəli, yarım ilin əvvəli, tədris ilinin əvvəli keçirilir, şagirdlərin ehtiyaclarını müəyyənləşdirirəm və ona görə işimi effektiv şəkildə planlaşdırıram. Xüsusiyyətlərini daha çox vurğuladım ki, məndən qabaq cavabı özünüz tapasınız. Bəli, hər şeyin əvvəlində olan nə idi? Diaqnostik qiymətləndirmə. Düzgün cavab A oldu. Başqa hansı hallarda gəlin diaqnostik sual görmüşəm, diaqnostik də sual cavab eləyək. Diaqnostik bölmənin əvvəli, yarım ilin əvvəli, tədris ilinin əvvəli keçirilir. Başqa harda keçirilirdi? Sinifdən sinifə, məktəbdən məktəbə yerin dəyişəndə diaqnostik qiymətləndirmə keçirilir. Həmçinin 53-cü sualın şərtini oxuduqdan da sonra diaqnostiki qısa təkrarlamış olduq. Düzgün cavab oldu A variantı. Əvvəl varsa diaqnostik qiymətləndirmədir. Baxırıq 54-ə. Deyir, əsərin sənə maraqlı gələn hissəsi hansı idi və nə üçün? Əsərin, baxın, sənə maraqlı gələn hissəsi hansı idi? Mənə hansı hissə maraqlı gəlib? Sizə tamam fərqli hissəsi var. Yəni, mənim şəxsi fikrimi soruşurlarsa, bu hansı mərhələyə aiddir? Bu dəyərli, mənim münasibətimi, mənim mövqeyimi soruşurlarsa, bu dəyərləndirmə mərhələsinə aiddir. Deməli, 53-də düzgün cavab oldu A. 54-cü sualda oldu düzgün cavab C variantı. Niyə C oldu? Çünki mənim fikrimi soruşurlar ki, əsərdə, yəni sənə hansı hissə maraqlı gəldi? Mənim fikrimi soruşurlar, mənim münasibətimi. Bu olur dəyərləndirmə mərhələsi. 55-ə baxırıq. Şəkilə bax, rəssamın ötürmək istədiyi emosiyaları əks etdirən, yəni şəkil var, orada şəkildə müəyyən emosiyaları əks etdirən bir şəkil var. Şəkilə baxırıq, müəyyən bir mətn qururuq. Yəni, rəssamın ötürmək istədiyi fikirlərlə bağlı bir mətn qururuq. Yəni, öyle şəkilə baxırıq, anlayırıq, başa düşürük, dərk eləyirik, sonra onu nə edirik biz? Bəli, onu şəkil çəkərək tətbiq eləyirik. Tətbiq etmək hardadır? B variantında. Düzgün cavab oldu B variantı. Yəni, mətn qururuqsa, yəni öyrəndiklərimizdən istifadə edirik, onu tətbiq eləyirik. Düzgün cavab oldu B variantı. 56-ya baxırıq. Müəllim bu il yeni sinifə daxil olacaq. Müəllim bu il yeni sinifə daxil olacaq. O, dərs ilinin başlamağına bir neçə gün qalmış valideynlərə məktub göndərərək özü və gələcək təlim prosesi haqqında onlara məlumat göndərir. Yadınızdadır, bu mövzunu keçəndə demişdik ki, müəllim valideynlərlə münasibəti yaxşılaşdırmaq üçün onlara məktub göndərir. Həmçinin şagirdlərlə münasibəti yaxşılaşdırmaq üçün onlara da xoş gəlmisiniz məktubu göndərir. Valideynlərə salamlama məktubu göndərir. Yəni, bunu niyə göndərirəm valideynlərə sizcə? Özüm haqqında məlumat və gələcəklə bağlı, proseslərlə bağlı məlumat göndərirəm ki, kimdən münasibətim yaxşı olsun? Effektiv müəllim-valideyn münasibətini tənzimləmək üçün. Baxın, C variantına. Yəni, bunu etməkdə məqsədim nədir? Valideynlərlə effektiv münasibət qurmaq üçün edirəm. Düzgün cavabımız oldu C variantı. 56 düzgün cavab oldu C. 57-yə baxırıq. Müəllim dərsin izahından sonra şagirdlərə mövzu ilə bağlı sual-cavab eləyir. Prosesdən aydın olur ki, şagirdlərdən biri mövzudakı bəzi məqamları anlamayıb.
Müəllim şagirdin anlamaqda çətinlik çəkdiyi məqamları tapır. Bu məqamlar üzərində işləmək üçün istiqamət verir. Ümumiyyətlə, problemi müəyyənləşdirirəm, problemi aradan qaldırmaq üçün istiqamət verirəm, sual-cavab eləyirəm. Bunlar hansı qiymətləndirmədə olur sizcə? Problemi tapıram, problemi aradan qaldırıram. Bununla bağlı istiqamətləndirmək, yönəltmək, gələcək yönümlüdür. Problemi tapıb aradan qaldırmaq hansı qiymətləndirmədə olur? Bəli, formativ, yəni gündəlik qiymətləndirmədə olur. Formativ qiymətləndirmənin səmərəli aparıldığını göstərən bir nümunədir burada. Problemi görüb qırağa qoymadım ki, sual-cavab eləyirəm. Həmin məqamlarla bağlı, çətinlik çəkən məqamlarla bağlı istiqamət də verirəm. Bu harda olur? Formativ qiymətləndirmədir. Düzgün cavab oldu C variantı. Baxırıq 58-ci suala. 58-ci sualda yazılıb ki, gəlin baxın bir-bir təhlil eləyək. X sinifində dərsə gecikən şagird sinifə daxil olur. Sakitcə yerinə keçir. Baxın, dərsə gecikib uşaq qapını döymədi ki, müəllimə olar keçim demir. Qapını açır, sakitcə yerinə əyləşir və dərsə qoşulur. Bu hansı təlimdir? Bu reaktiv idi, yoxsa proaktiv idi? Yadınızda demişdim, reaktiv, retro sözünə yadda saxlayırıq. O ənənəvi təlimdir. Amma bu şərtdə hansı təlimdir? Proaktiv. Bir növ proaktiv müəllim yanaşması, yəni müasir yanaşmadır bu. X deməli proaktivdir, yəni müasir yanaşmadır. Y sinifində isə dərsə gecikən şagird qapının ağzında dayanır və müəllimin ona icazə verməsini gözləyir. Yəni gecikmişəm, qapıda dayanmışam. İndi müəllim mənə keç desə keçəcəm, keçmə deməsə dayanıram da, müəllim mənə nə vaxt icazə versə. Bu hansı yanaşmadır? Bu ənənəvi bir növ reaktiv, retro sözlə demişdim dərsdə yadda saxlayın. Reaktiv, retro. Normalda ənənəvi təlimdə biz nə edirdik? Qapını döyürdük və gözləyirdik ki, müəllim bizə icazə versin, sonra yerimizə keçək. O reaktiv yanaşma idi. Yəni əvvəl bizim təlimimiz reaktiv idi. Deməli X oldu proaktiv. Elə bir cavab axtarırıq. Baxın C variantında. X proaktivdir. Y sinifində olan müəllim reaktiv yanaşma nümayiş etdirir. Proaktiv müasir yanaşmadır. Ən rahat belə yadda saxlayın. Reaktiv ənənəvi yanaşmadır. Düzgün cavabımız oldu 58-də C variantı. 59-a baxırıq. Xarici dil dərsində müəllim şagirdlərə baxdığı filmdən aldığı təəssüratları, tutaq ki, ingilis dil dərsidir, hər hansı bir xarici dil dərsidir. İndi video baxırlar şagirdlər. Video baxırlar. İndi video baxıb anlamaq lazımdır ki, mən onunla bağlı bir mətin yazım. Deməli, video baxıram, dinləyirəm, yəni videonu dinləyirəm, anlamalıyam ki, mən mətin yazım. Baxın, dinləyib anlama, bu məzmun xəttlərindən söhbət gedir. Dinləyib anlama, məzmun xətti. İndi ixtisas müəllimləri daha yaxşı bilməlidir bunu. Dinləyib anlama və 3 nədir? Yazı məzmun xəttidir. Bir fəndən söhbət gedir. Deyir, video baxın, başa düşün, yəni dinləyin, anlayın, sonra yazı yazın. Bu bir fənnin içindəyəm hələ ki. Bu olur hansı inteqrasiya? Fən daxili inteqrasiya. Aha, bu biri fən daxili inteqrasiyadır. Yəni dinləyib, anlayıb, sonra mətin yazmalıyam. Və üstəgəl də deyir, ya mətin yazmalısınız, ya da şəkil çəkmək. Şəkil çəkmək xarici dil dərsində. İngilisdir, fransızdır, hər hansı bir xarici dildir. Şəkil çəkmək var o həmin fənnin içində? Yoxdur. Şəkil çəkmək təsvir incəsənət fənnindədir. Avtomatik hansı başqa bir fəndə keçid etdiyin üçün olur nə? Fən daxili, vergül, fənlər arası. Dinləyib anlamadır, yazmaqdır, bu bir fənnin içindədir. Xarici dil dərsinin içində oldu. Bu oldu fən daxili inteqrasiya. Və üstəgəl də deyir, ya mətin də yazın deyir, həmçinin də şəkil də çəkə bilərsiniz. Şəkil, mən bilirəm ki, xarici dil dərsinin içində şəkil çəkmək yoxdur. Şəkil çəkmək üçün başqa bir fəndə keçid etməliyəm. Məsələn, təsvir incəsənət fəndinə keçib şəkil çəkməliyəm. Onda olur fən daxili, vergül, fənlər arası inteqrasiya. Düzgün cavabımız oldu Y variantı. Ümid edirəm ki, sual tam aydın oldu sizə. İndi keçirik 60-cı suala. Qrup işi zamanı iki şagird arasında anlaşılmazlıq yaranır. Müəllim səbəbi soruşanda, yəni baxın iki şagird arasında anlaşılmazlıq yaranır. Sualların xüsusiyyətlərini işarə edək, görə problem hardadır. Müəllim səbəbi soruşanda şagirdlərdən biri bildirir ki, digər şagird onun sözünü kəsir, fikrini ifadə etməyə imkan vermir, yəni qoymur sözümü deyim. Digər şagird isə bildirir ki, sinif yoldaşı onun fikirlərinə hörmətlə yanaşmır. Deməli, belə baxanda sinifdə uşaqlarda bir-birini özlərini digər şagird yerinə qoymaq kimi xüsusiyyətlər yoxdur bu iki nəfər arasında. Bu da onun motivasiyasını salır. Sinifdə sosial emosional öyrənmənin prinsiplərini necə tətbiq edərsiniz? Gedib bu problemi həll edək. Gəlin baxaq bəndlərə.
Şagirdləri öz hisslərini ifadə etməyə təşviq etmək. Bu, onlarda sinifdə fikirlərini ifadə etməyə uyğun şəraitin olduğunu hiss etməyə kömək eləyəcək. Yəni, burada söhbət iki şagirddən gedir. Problem də odur ki, biri danışır, biri o birinin sözünü kəsir, imkan vermir. Digər şagird onun fikirlərinə hörmətlə yanaşmır. Yəni, mən nəsə eləməliyəm ki, vəziyyəti düzəldim. A variantında vəziyyət düzəlmir. Mən nəsə eləməliyəm ki, baxın şərtin sonu. Problemi həll edəsiz. Ola bilər, bütün bəndləri oxuyasınız, deyəsiniz ki, burada səhv yoxdur. Səhv yoxdur axı. Biz burada vəziyyəti düzəltmək üçün, problemi həll etmək üçün variant axtarım. A-la problem həll olunmadı. A-na çıxdım. Bütün qrupla fəal dinləmə bacarığını inkişaf etdirən müzakirə mühiti yaratmaq. İki şagird arasında hər hansı bir problem var. Bütün şagirdlərdə dinləmə bacarığını formalaşdırıram ki, mən. B səhvdir. Hər iki şagirdi, baxın, problem iki şagird arasındaydı. Baxın, şərtə bir də qayıdırıq, iki şagird. Hər iki şagirdə öz emosiyalarını və fikirlərini ifadə etməyə. Onsuz da problem hardaydı? Bir də şərtə qayıdırıq. Baxın, işarə qoymuşam aşağısından. Problem nədir? Bunlar bir-birini, yəni fikir ifadə etməkdir. Biri fikir ifadə edir, biri o birinin sözünü kəsir. O biri isə onun fikirlərinə hörmətlə yanaşmır. Deməli, fikir ifadə etməklərdə bunlarda problem var. Yəni, baxın, hər iki şagirdə öz emosiyalarını, yəni öz hisslərini ifadə etməyə, empatiya qurmağa şərait yaratmaq lazımdır. Fikir verin, sualı izah edəndə əvvəldə dedim ki, uşaqlarda hansı xüsusiyyət yoxdur? Özlərini bir-birinin yerinə qoymağı bacarmırlar. Bunlarda empatiya hissi yoxdur ki, yəni belə bir vəziyyət baş verib. Uşaqlarda empatiya qurmağa şərait yaratmaq lazımdır. Şagirdlərə problemin həlli üçün hər iki tərəfin marağında olan, hər iki tərəfin qərarların qəbul edilməsinin uyğun variant olduğunu göstərmək. Yəni, müəllim bir yol göstərir şagirdə, hər ikisinin marağını nəzərə almaqla problemi həll eləyirik. Baxın, hətta şagird yönümlü yanaşmışıq. Şagirdlərə deyir, problemin həlli üçün hər iki tərəfin marağında olan qərarın qəbul edilməsinə uyğun variant olduğunu göstərmək. Yəni, ikiniz üçün də ən uyğun variant bu ola bilər. Sadəcə yol göstərmək. Elə düzgün cavabımız budur. Baxın, şərtə uyğun olan və problemi həll edə biləcəyimiz variantlardan biri ilə C variantıdır. Digərlərinə də baxaq. Hər iki şagirdə fərdi yanaşaraq sosial-emosional tələblərinə uyğun həll yolu təklif etmək, emosiyanın idarə olunmasının yollarını öyrətməkdir. Baxın, biz D variantını aşlayanda yuxarıda olan problem öz həllini tapmayacaq. Yəni, mən ondan problemi həll eləyə bilməyəcəm. Yəni, D variantı ilə. Ona görə bunu da çıxıram. Hər iki şagird arasında yaranmış konflikt öyrənmə situasiyası kimi istifadə etmək. Uşaqlardan biri o birinin sözünü kəsir, digəri onun fikirlərinə hörmətlə yanaşmır. Bu situasiyada hansı öyrənmədən söhbət gedə bilər ki? Y variantı da yanlışdır. Düzgün cavabımız oldu 60-cı sualda C variantı. Ümid edirəm ki, izah elədiyim, Təhsil Nazirliyinin verdiyi, sertifikasiya müəllimlər üçün keçirtdiyi sınaq hər birimiz üçün faydalı oldu.